Sabahınız xeyir olsun değerli tamaşaçılar. Yenə mən Mikail Güləddinoğlu və bu dəfə də tək deyiləm. Siz bilirsiniz ki, hər həftənin şənbə və bazar günü Doğma ARB televiziyasından Günaydın Azərbaycandan Mikail gəlirsə, bir tərəfində Natiq var, bir tərəfində Seymur var. Süfrənin üstündə ləziz təamlar var ki, buna görə də hər dəfə mən Mikail təşəkkürümü bildirirəm Beyləqan Ailəvi restoranına. Sabahınız xeyir olsun mənim dəyərli qardaşlarım. Natiq, necəsən? Sabahınız xeyir olsun Mikail bəy. Çox sağ olun, yaxşıyam. Yaxşı Bu nə olasınız? fərqli? Biri qırmızı, biri belə bu. Nə deməkdir? Nə demək istəyirsiniz? Biz dəst geyinəndə dəş sallar bizi. Hə, yəni bir-birinizə o qədər bənziyirsiniz də. Seçmə. Məni də bax, məni də çox vaxt Jean-Claude Van Damme bənzədirlər. Deyə mən o görə kostyumda gəlirəm ki, onun kimi idman formasında gəlsəm mənə də Van Damme deyirlər. Hə, onu demək istəyirsən. Sabahın xeyir olsun. Sabahınız xeyir olsun. Bütün Günaydın Azərbaycan verilişini izləyən hər bir kəsi salamlayıram. Gününüz uğurlu olsun, izləsinlər. Gözəl verilişimiz bizim üçün doğma bir kanaldır, ayrı bir kanalı. Və sizə təşəkkür edirəm. Hə, bax bugün nə olacaq? Ay Natiq, bax saz var qarşı. Sənin qarşında. Bu günləri biz yeməklərimizi Aha. saz yeməyi hazırlayırıq. Ocağımız artıq hazırdır, ocaqda olacaq. Seymur su hazırlayacaq. Seymur, nə hazırlayacaqsın? Mən bu günlərim qəşəng bu körpə quzunun ətindən Mikail bəy. Tərəvəzli quzu ət hazırlayacağam. Tərəvəzli. Hə, tərəvəzli. Öz quyruğunda bəli. Hə, quzu qovurması eləyəcəm. Göbələkli, rəngli biber, soğanın hər bir şeydə belə. Bax sizin süfrə həmişə müxtəlif çeşiddə olduğu üçün, rəngarəng olduğu üçün bizim qonaqlarımız da çox gözəldir, dəyərlidir. Sazla gəlib, sözlə gəlib, yenə o gəlib, xoş gəlib, səfalar gətirib. O gəlsin ki, bərabər surətdə Beyləqan Ailəvi restoranına təşəkkürümüzü bildirək. Aşıq Avdı, sabahın xeyir olsun qardaş. Sabahınız xeyir olsun, xoş gördük. Əhvalın necədir? Şükür, yaxşıdır. Burada sizin yanınızda necə ola bilərim ki? Əla, kostyumu da mübarək olsun. Çox sağ ol, təşəkkür edirəm. Ki, yaxına gəlib və biz soyuqluq elədik, bir-birimizə yaxın dayanaq. Başın var olsun. Hər şey gözəldir. Əla, super. Əla olmalıdır. Bütün tamaşaçılarımızı salamlayıram. Günaydın verilişinə uğurlar arzu edirəm. Bizim süfrəyə baxanda nə düşünürsən, bax bu məqamda? Bura nə düşünmək olar ya burada? Ayrı cürdür. Bəli, ayrı cürdür çünki Beyləqan Ailəvi restoranının bax təmsilçiləri buradadır. Sən özün nə hazırlaya bilirsən? Mən kənd adamıyam da, aşığam. Mən dağda, bağda çox oluram. El dolaşırsan. Ay, sağ ol. Mən yaxşı çəpişə əti bişirə bilirəm. Hə, bax məsələn bu dağa gedəndə, getdik dağa, bax bərabər, artıq bir məzuniyyətdə falan, tətil vaxtında getdik, hə, avdı, azmışam. Nə bişirəcəksən orada, nə hazırlayacaqsan? İndi o da təbii ki, belə deyək də... Gedəndə hazırlıqlı gedəcək də onsuz da, elə deyil mi qardaş? Yox, orada hazırlanmağın tam başqa havası var. Yox, yəni bu ətdən zaten... Hə də, yəni bu hazır gedəcək də. Bax bu, Seymur, o bütün bunlar bizdik, getdik, əlimiz cibimizdə, avdı buyur. Mən onu qazanam, bizdə, yəni kənddə kəsəklə pişirirlər də, Eldobada. Qəşək bir cərgə soğan, pomidorunla üstdən düzdün ətini. Bir də soğan, pomidorunla şirin bibar zad da qoya bilərsən, acı bibar da ata bilərsən. Belə cərgə ilə yığırsan, qoyursan ocağın üstünə qəşək qaynayır, olur çəpişə. Bəh, ondan da özdə çayla nə gözəldir. Çayla, bir tərəfdə samavar çayı. Düz demirəm, sənin ürəyindən xəbər verir. Çəpiş demişkə, çəpişin ən gözəl qış aylarında, soyuq aylarda sipatisi pişirirəm mən onu, tərəkəmə yeməyi. Xəmirləyirsən qazanın öz buğunda xamada. Çox gözəl. Özdə, bax, çay da demişkən, çayın da içinə, mən burada çox şey öyrənəcəm, nanə cövhər var, onu atımsan heç. Necə olur? Çox gözəl. Əla? Ürəyin dərmanıdır. Bizdə var amma, burada var. Mən təklif edirəm ki, əlavə eləyək. Baş üstə. Olar mı? Olar. Əlavə eləyək. Və siz burada hazırlığı görün. Mən bir daha təşəkkürümü bildirirəm. Beyləqan Ailəvi restoranına 070-221 10-13 nömrəsi aktivdir, dəyərli tamaşaçılar. Və odur ki, siz də üst tutun. Bakıxanov qəsəbəsində yerləşir Beyləqan Ailəvi restoranı. Neftçilər metro stansiyasına Bakıxanov qəsəbəsinə gedəndə yolun sağında görəcəksiniz. Yazılıb Beyləqan Ailəvi restoranı. Düz deyilmi? Bəli. Düzdür. Gəlsinlər, datsınlar. Zövq alsınlar o ləziz təamlardan. Qulluğundayıq hər bir kəsim və qiymətlərimiz də münasibdir. Gələn qonaqlarımız çəkinmədən
rahat gələ bilər. Yox, niyə çəkinsinlər ki? Özdə bilirlər ki, yox, qiymətlər hər kəsin cibinə uyğundur. Eyni zamanda onu da deyim ki, hədiyyələr də var. Yəni, istər yemək gələnə qədər, o sifariş gələnə qədər, istərsə də elə yeməkdən sonra samavar çayı, müxtəlif çeşidli mürəbbələr, meyvəsi ilə, mövsümə uyğun meyvəsi ilə, bax, bunlar pulsuzdur. Gözəl. Yəni, o hədiyyədir. Bəli, bəli. Elədirmi? Bəli. Bir daha təşəkkürlər, var olun. Siz hazırlıq görün. Təşəkkür edirəm. Burada sizə mane olmayaq. Biz də yavaş-yavaş, aram-aram, asta-asta qalxırıq.